Yeni siparişimiz var. Crispy bagel, chega. Pode ser mesmo. Sai de gel gitme. Bir tane bir burger, cheese jalapeno free. Schnitzel tamam tekti. Crispy chicken balls with chili sauce, barbecue, schnitzel veggies. Bakıda bu konseptdə tək olmağımız böyük bir məsuliyyətdir. Ona görə hər şeyin ən təzəsini özüm seçirəm. Saat 7:30, biz gedirik bazara. Bruselskaya kapusta. Bagel hazırlamaq çox sadə görünür, amma içinə gedən hər bir detal dadı dəyişir. Neçədir bu? Bakıda ilk dəfə biz bunu bu cür təqdim edirik. Sürətli işləyirik, amma dadı sürətə heç vaxt qurban vermirik. Bagel, hot crunch beef burger, bir tane kaju bagel, veggies'ler hamısı. Çünki bizim qaydamız budur. Əvvəl keyfiyyət, sonra sürət. İnsanlar bageli yeyir və deyirlər, hə, bu fərqlidir. Bax, həmən fərq hissini yaratmaq üçün çalışırıq. Gün boyu yüzlərlə bagel hazırlayırıq, amma hər biri bizim üçün yenidir. İnsanlar gəlib deyəndə ki, bu dad başqa yerdə yoxdur, bütün yorğunluğumuz gedir. Biz bu işə tez hazırlanan yemək kimi baxmırıq. Hər bagel bizim üçün bir imzadır. Bu yola başlayanda bir məqsədimiz vardı. Bakıya fərqli bir dad gətirmək. Bugün insanların bagel barı öz sevimlilərindən biri kimi görməsi bizim üçün ən böyük mükafatdır. Və bu mükafatı düşünürəm ki, qazanmışıq.